əsas qaydalardan danışacağam Hitori'də. Birinci növbədə Sudoku'dan məlumatınız varsa müəyyən qədər bilirsiniz ki, Sudoku'da necə idi? Sətir və ya sütun üzrə təkrarlanma olmamalı idi. Orada biz özümüz rəqəmləri yazırdıq, amma burada isə təkrarlanmaların qarşısını alırıq. Özümüz nə etməliyik? Təkrarlanan hissələri silməliyik bir-bir. Yəni indi hardan başlamalıyıq? Nə etməliyik? Hitori'də əsas qaydalardan biri odur ki, birinci qaydamız. Deməli, iki dənə eyni simvolun arasında simvol varsa, onu dairəyə almalıyıq. Mühafizəyə və yaxud da mən belə də deyirəm bəzən. Nə deməkdir bu? Məsələn, axtarıram burada. Görüm mənə iki dənə eyni simvolun arasında nəsə varmı burada? Axtaraq, baxaq, görək. 4-cü sırada, 4-cü sətirdə C ilə 2C ilə Bəli, bax burada. Bəli. Görürəm ki, burada iki dənə C-nin arasında B var. Yaxşı, mən bunu niyə dairəyə alıram? Məqsəd nədir burada? Mən bilirəm ki, sətir və sütun üzrə fərq eləməz. Təkrarlama olmamalıdır. Burada iki dənə C var axı. İki dənə eyni simvol var axı. Mən bunun 100% birini nə etməliyəm? Silməliyəm. Məsələn, lap bunu silsəm və belə bir qayda var ki, bizdə Hitori'də hansısa bir xananı silirəmsə X ilə işarə edirəm və onu silirəmsə onun deməli solun, sağın, yuxarısını, aşağısını nə etməliyəm? Dairəyə almalıyam, mühafizəyə almalıyam. Fikir verin. Mən deyək ki, bu seni sildim, beni nə edirəm? Mühafizəyə alıram. Düzdürmü? Hələ mən ikinci seni sildim. İndi bu dəfə dəyişirəm. Bu dəfə dəyişirəm. Bu seni silirəm. Onda nə edəcəm? Bu dəfə də yenə sağ, sol, yuxarı, aşağısını indirəm, dairəyə alıram. Fikir verin, məndə hər iki halda nə oldu? Hər iki halda beni dairəyə aldım. Hə, burada məqsəd odur ki, mən iki dənə simvol görən kimi onu nə etməliyəm? Dairəyə almalıyam. Aha, bunu qeyd elədim. Sonra biz Hitori'də yan-yana iki dənə xananı qaralaya bilmərik. Nə deməkdir? Bax ki, mən seni qaralamışam. Yenə buradan seni qaralaya bilmərəm. Belə şey ola bilməz. İki dənə bitki qalan. Amma burada diaqonal üzrə silə bilərəm. Nə deməkdir? Bax ki, mən burada seni silmişəmsə, bu yeni silə bilərəm. Bir problem yoxdur. Diaqonal üzrə icazə var. Sonra bir dənə də əsas qaydamız odur ki, ağ dairələr arasında bir dənə yol olmalıdır. Mən indi özümdən elə belə yazıram. İndi bu səhv də ola bilər. Məsəl üçün də biz baxmamışıq suala. Belə bir şey yazıram məsəl üçün. Bunu sildim, bunu sildim. Nə deməkdir bu? Yəni mən ağ dairələrdən bir-birinə getməliyəm. Yəni yol olmalıdır mütləq. Əgər hansısa bir yol bağlıdırsa, məsələn, bax burada belə bir şey deyək də, bunu da silək, bunu da silək, bunu da silək. Bu Hitori səhvdir. Niyə səhvdir? Bu D var, bax buradakı D, ağ dairə. Onun heç bir çıxış yolu yoxdur burada. Heç yerdən çıxa bilmir. Nə yuxarıdan, nə aşağıdan. Və qeyd edeyim ki, burada yenə diaqonal üzrə biz gedə bilmərik. Yenə də yuxarı, aşağı, sətir və ya sütun üzrə yoxlamalıyıq. Bu yenə eyni qayda burada ödənməlidir mütləq. Deməli, əsas qaydamız nə oldu? Sətir və sütun üzrə təkrarlama olmamalıdır. Və birinci başlayanda iki dənə eyni simvoldan başlayırıq. Eyni simvolun arasında olan simvoldan daha doğrusu başlayırıq. Dairəliyirik. Ondan sonra ardı gəlir və bir dənə də əslində qayda var. Biz onu deyib beyninizə qarışdırmaq istəmirəm, amma hər ehtimal deyirəm. Biz adətən siləndə də nə edirik? Həm sətir və yaxud da həm də sütun üzrə problemli olan ədədləri silirik. Bu nə deməkdir? Məsəl üçün burada axtarıram. Məsəl üçün bu Y, bu Y. Həm sütun üzrə, həm də sətir üzrə məndə problem yaradır. Ona görə onu silə bilərəm. Amma bu həmişə ödənmir. Bu sualda da ödənməyəcək bir ehtimal. Amma bəzi suallarda ödənə bilər. Bu son belə deyim, etapda yoxdur. Amma məsləhət deyil o qədər də tətbiq etmək. Yaxşı. Bəzi Hitori tipləri var ki, biz orada bilmirik ki, hansını silək. Dəqiq bilmirik. Ona deyirik biz ipucusu olmayan, yəni ipucu yoxdur da orada mən hardan başlayım bu Hitori'də. Onda nə edirik biz? Tutaq ki, mən indi bunu yazım ən yaxşısı, bunu həll etməyə çalışım, indi deyəcəm onu. Məsəl üçün, mən birinci nədən başlayırdım sualda? İki dənə eyni simvol olanları dairələyirdim. Arasında olanları dairələyirdim. Bax, bunu dairələdim. Sonra başqa varmı? Yəni, göz yazıraq. Sətir üzrə, səliqə ilə yoxduram. Birini sətir üzrə yoxladım. Başqa varmı burada? Bir dənə diqqətlə baxaq. Yoxdur. Keçirəm indi eyni ilə sütun üzrə yoxlamağa. Sütun üzrə yoxlasam. Sütun üzrə yoxlasam. Üstündə ikincə. İkincə C-nin arasında. Bəli, burada, bəli. Bu burada iki dənə C-nin arasındadır. Burada başqa varmı? Burada B var. Bir də 5-ci Bəli. Bir də burada C də var. C var. Eyni arası. Bunu eləyəndən sonra nə edirik? Bundan sonra elə dairələdiklərimlə nəsə eləməliyəm. Onlarla nəsə ipucu olur adətən. Məsələn, B-ni burada dairələmişəm. Görün, məsələn, təkrarlama varmı? C-ni burada dairələmişəm. Fikir verin, mən burada C-ni dairələmişəm. Mən bilirəm ki, sətir və ya sütun üzrə nə etməliyəm? Bir dənədən artıq simvol saxlaya bilmərəm. Əgər bu C-ni dairələmişəm, bu C-ni nə etməliyəm?
Silməliyəm. Yenə deyirəm. Əgər burada C dairələnibsə, dairəyi almaq nə deməkdir? Yəni mühafizəyə almaq. Mən onu artıq dəyə bilmərəm. Bilirəm ki, sətir və sütun üzrə təkrarlama olmamalıdır. Ona görə bu 100% nə olmalıdır? Silməlidir. Və siləndən sonra nə edirəm? Yuxarı, aşağı, sol, sağı dairələməliyəm. Bunu elədik. Bununla işimiz yoxdur. Davam edək. Məsələn, buradakı C-ni nə etdim? Dairəyə aldım. Onda bunun yanındakı C-ni nə etməliyəm? Silməliyəm. Sildim bunu. Sonra davam edək. Məsələn, başqa görə ipucumuz varmı burada? Belələ baxaq. Sonra yerlərlə davam. Məsələn, burada C bizə köməklik edirmi? Eləmir. Sonra B burada təkrarlanma yaratmır. Və belə bir şey deyim. Təkrarlama yaratmayan hissə varsa, həm sətir və ya sütun üzrə, onu dairəyə də ala bilirik biz. Yəni heç bir problem yaratmırsa, niyə mən silim ki onu? Yəni, sonra məsəl üçün burada 2 dənə C-miz var bizim. İndi hansını siləcəm, onu yoxlayam. Bir yana baxın, burada nəsə başqa ipucu görmürəm. Hə, yoxdur. A-nı məsələn yoxlayaq, nə sətir üzrə, nə sütun üzrə bizə heç bir təkrarlama yaratmır. B-də belə, bu B-də, bu B-də. Hə, işte bundan sonraki biraz işlər yoxlanılmalıdır. Nə mənada? Məsələn, mən bu 2C-dən bilirəm ki, 100% birini silməliyəm. Düzdürmü? Yaxşı. Hansını silərəm? Bunu mu silərəm? Bunu mu silərəm? Yoxlayıram. Birinci yoxlayıram. Nə edirəm? Məsəl üçün, bu dəfə silirəm, bu C-ni. Bunu silirəm və bunu belə deyim də ehtimala görə yazıram da. Ehtimal yazdığım üçün bunu bir dənə nöqtə ilə ayırıram. Bundan sonraki addımları hamısı nöqtə ilə ayıracam. Əgər mən bunu silmişəmsə, aşağısını nə etməliyəm? Dairələməliyəm. Buna nöqtəyə aldım. Bu da dairələnməlidir. Bu da dairələnməlidir. Bu getdi. Sonra davam edək. Məsəl üçün, burada yeni görürəm. Fikir verin, yeni görürəm. Əgər mən belə deyim, bunu dairəyə almışamsa, bunlardan birini mütləq silməliyəm. Hətta bunun birini belə silsəm, məndə bir dənə yer qalır. Fikir verin. Deməli, bizə qayda ödənmədi. Deməli, mən səhv yerdən başlamışam. Hə, onda mən digər C-ni silməliymişəm. Digər C-ni silsəm, bunu siləcəm bu dəfə. Onda yuxarını dairələyirəm. Sağ, aşağını da dairələyirəm. Sonra davam edək. Məsəl üçün, burada başqa ipucumuz varmı? Hələ ki, düz gedir. Düz gedirsə bir problemimiz yoxdur. Hə, indi burada yeni içində yenə eyni şey eləməliyəm. Hansı yeri silim mən? Fikirləşirəm. Məsələn, mən bu yeni silsəm, heç cür alınmayacaq. Niyə? Belə deyim də, daha doğrusu bu yeni silmək alınacaq, daha doğrusu. Məsələn, bunu silsəm. Burada 2 dənə Y qalır. Düzdürmü? Ona görə. Hə, indi mən burada hansı yeni silməliyəm? Fikirləşirəm ki, elə bu yeni silərəm ki, bunu mən dairəyə alım. Burada da bir problem olmayacaq. Bunu silə bilərəm. Amma bu bayaqçında əgər mən belə bir şey eləsəydim birdən, 2 dənə yeni yanaşı silə bilməzdim. Yəni burada əsas məsələ budur ki, mən həm bu 2 dənədən birini silməliyəm, həm də bu yeni silməliyəm. Mütləq silməliyəm. Bunu silməsəm alınmayacaq. 100% ki, bunun birini silməliyəm, ikisini silə bilmərəm. Niyə? Çünki 2 dənə yan-yana xananı silə bilmirəm. Yaxşı. Burada 100% silinməlidir. Bu Y 100% silinməlidir məndə. Bu bir dənə tək qalır. Ona görə bunu silirəm. Sildiyim üçün bunun sağını dairəyə alıram. Davam edirəm. Hə, indi məsələ nədir? Yenə bu bayaqki kimi bilmirəm hardan başlamalıyam. Bu çətin hitolərdəndir. Yaxşı. Bu yenimi silim, bu yenimi silim. Yoxlayıram. Deyək ki, mən bu yeni silirəm. Mən nöqtə ilə qeyd edirəm. Məsələn, lap rənglə də ayıraq buranı. Deyək ki, göy rənglə ayırdım. Sonra, əgər bu deməli, yeni silmişəmsə, fikir verin, mən buradakı nə etməliydim? Dairəyə almalıydım. Bunu da dairəyə alıram. Sonra aşağısını dairəyə alıram, davam edirəm burada. Onda bu deməli, sütun üzrə başqa təkrarlama yaradan varmı? Yoxdur. Yaxşı, indi fikir verin. Məndə bu Y-lərdən ikisi də silinməlidir də, onda məntiqən. İkisi də silinməlidirsə, ikisi də silinməlidir. Burada dairəyə almışam axı bunu. Bunu dairəyə almışamsa, 100% bu 2 dənə silinməlidir. Bu da silindi. Onda bunu dairəyə alaram, bunu dairəyə alaram. Hə, indi görəm nə var burada başqa. Başqa problemimiz varmı? Buna baxaq. E ilə A qaldı. Deməli, burada Y ilə A qaldı. Y ilə A qaldı. Məsələn, bu Y-lərdən hansını silə bilərik, hansını saxlaya bilərik, onu yoxlayaq. Məsələn, bu Y-də nəsə bir təkrarlama varmı bizdə? Nə sətir, nə də sütun üzrə təkrarlama yaratmır. Y ola bilər. Sonra A-ya baxıram. A bizdə nə sətir, nə də sütun üzrə təkrarlama yaratmır. Bunu da dairəyə alıram. Bir yəni yoxlayaq görə nəsə problem varmı burada? Bu Y-lərdə bir də diqqətli olaq. Y deməli sətir və sütun üzrə təkrarlama yaratmır, düzdür. Sonra bu Y-də heç bir təkrarlama yaratmır. Hə, mənə nə deyir? Soldan birinci sütundakı qaralanmayacaq xanaları tapın. Qaralanmayacaq. Soldan birinci.
Sütun deyir özdə. Qaralanmayacaq hansılardır? C, D, B. C, D, bir də B. 1, 2, 3 olur. D variantı. Məsələn, burada bir şeydə yoxlamalıyıq sonda, onu yoxlamadım. Mən bayaq dedim bir dənə bir şey. Dedim ki, ağ xanalar arasında nə olmalıdır? Keçid olmalıdır mütləq. Keçid olmasını da yoxlamalıyam. Bu nə deməkdir? Mən tutaq ki, bunu ayrı xətlə göstərirəm. Deyək ki, mən Y-dən B-yə gələ bilirəmmi? Ağ xanalar arasında gəzə bilirəm. Sonra düşürəm bura, burada gəlirəm. Buradan da yol var. Özə bir dənə yol olmalıdır. Hə. Sonra buradan yol varmı məndə? Yol var. Burada yol var, bir problemimiz yoxdur. Hər biri arasında bir dənə keçid var. Ən az bir dənə çıxış olsa belə, deməli düzdür. Amma mən yenə deyirəm, diaqonal üzrə biz keçə bilməliyik ha, onu deyim. Sonra burada başqa nəsə problem qalmadı da məncə. Belə, hə. Maraqlıdır amma. Maraqlı sahə şeydən.